Xətai rayonu Məhəmməd Hadi küçəsində fəaliyyət göstərən Elit Optimaldan 21799 manatlıq Apple markalı müxtəlif modeldə telefon oğurlanıb. Qaynar info xəbər verir ki, hadisə barədə hüquq mühafizə orqanlarına müraciət edilib. Əməliyyat axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın Qurbanov saxlanılıb. İlkin dindirmə zamanı o əməlini etiraf edib. Laçın Qurbanova Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinə Xətai rayon məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Laçın Qurbanov verilmiş ittiham üzrə özünü təqsirli bilib. O əməlini maddi sıxıntılar ilə əlaqələndirib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.